Murad bəy, Donald Trump'ın açıqlaması bəllidir. O yenə də İranı təhdid edir. Deyir ki, sonunuz yaxşı olmayacaq. Tələsməlisiniz qərar vermək üçün. Bu birinci belə təhdid deyil. Bundan öncə də Donald Trump səsləndirib, vaxt verib, müəyyən zaman kəsiyində həll olunmasa məhv eləyəcəyini deyib İranın. İndi yenə də belə bir yanaşma sərgilənib. Yəni, Amerika Birləşmiş Ştatlarını artıq bir nöqtədən sonra ciddiyə almamağa başlayıblar dünyada. Xüsusilə də Trump'ın açıqlamaları fonunda. Sizin fikrinizcə bu dəfə ciddiyə alaq mı? Yəni, İrana qarşı yönələn bu mesajlar həqiqətən də icra olunacaq mı? Yoxsa yenə də ənənəvi Donald Trump siyasət kimi qəbul edir? Bilirsiniz, ola bilər ki, bundan əvvəllər də ciddiyə almırdılar, amma son hərbi əməliyyatları biz görəndə, 15 min dənə hədəfi məhv eləyəndə, İranın liderini öldürəndə, onun 40-a yaxın yüksək səviyyəli hərbi və siyasi liderlərini məhv eləyəndə, yəqin ki, bu ciddiyə almaq üçün ciddi fakt idi. Və büyündən sonra da hesab edirəm ki, müəyyən mərhələdə Amerika Birləşmiş Ştatları hərbi əməliyyatlara keçməlidir. Ona görə ki, danışıqlar vasitəsilə hər hansı bir nəticə əldə eləmək olmaz və inanmıram ki, bu cür vacib İran rejimi üçün talih yüklü olan o nüvə proqramından hər hansı bir danışıqlarla İran tərəfi razılaşa bilsin ABŞ-la. Çox güman ki, Çin səfərindən sonra yaranan bu vaxt məhdudiyyətində. Bu nəzərə almaq lazımdır ki, Amerika Birləşmiş Ştatları əməliyyat keçirtmək üçün müəyyən tədbirləri nəzərə alır. Məsələn, iyun ayının 11-də Amerika Birləşmiş Ştatlarında dünya futbolu üzrə çempionat başlayacaq. Və çox güman ki, bu dövrdə müharibə aparmaq hardasa uyğundur Ağ Evin siyasəti üçün. Mən düşünürəm ki, bax, yaranan bu vaxt çərçivəsində hər hansı bir əməliyyatlara başlayacaqlar və bunu da gizlətmirlər. Hardasa qeyd eləyiblər ki, 30%-ə yaxın hədəflər hələ ki qalıb. İsrail tərəfindən yeni hədəflər bankı yenilənib. Bir məsələni də qeyd edeyim ki, son dövr, son 2 gündə biz görürük ki, Amerika Birləşmiş Ştatlarının regionda yerləşən bazalarda olan ağır hərbi nəqliyyat təyyarələrini çıxartmağa başlayır. Keçən dəfə əməliyyatdan qabaq da ABŞ bu cür tədbirlər görürdü ki, onlar İranın zərbələri nəticəsində zədələnməsinlər. Və son 2 gündə biz bu əməliyyatların şahidi oluruq. Murad bəy, biz az öncə elə Netanyahu'nun ofisində də olan yanaşmanı da təqdim etdik. Trump'ın Çinə səfəri ilə bağlı məsələlər də hazırda danışılır. Çində bu istiqamətdə də müəyyən bir razılaşmanın əldə olunma ehtimalından danışılırdı. Yəni, bağlı qapılar arxasında Xi Jinping'dən böyük ehtimalla Donald Trump arasında müzakirələr gedib və deyir ki, Trump Çinə səfərinin nəticələri barədə Netanyahu'nu məlumatlandırıb. Sizin fikrinizcə doğrudan da amma bugün Donald Trump Çin səfəri ilə bağlı Netanyahu'ya və yaxud da İsraildəki hökumətə deyək ki, ətraflı məlumat verib? Düşünmürəm ətraflı məlumat verir, amma ki, müəyyən məsələlər var ki, onlar Netanyahu'nun bir yerdə fəaliyyət göstərir, xüsusi olaraq İranla bağlı. Çox güman ki, bu məsələdə o müəyyən nəticələrlə bölüşür. Ağ Ev də məlumat yaymışdı ki, Çin səfəri nəticələri ilə bağlı. Orada biz gördük ki, İranla bağlı müəyyən razılaşmalar olub Çinlə. Məsələn, Çinlə bir yerdə bəyanat verdilər ki, İranın nüvə silahı əldə edilməsi qəbul olunmazdı. İkinci məsələ, Ormuz boğazı açılmalıdır. Və üçüncü məsələ, Ormuzda hər hansı bir oradan keçən gəmilərdən pul tələb olunması qadağandır. Məsələn, bu göstəricilər bizə imkan verir düşünmək ki, hardasa ABŞ Çinlə öz böyük o ticari əlaqələri, başqa bir qlobal məsələləri razılaşmaq nəticəsində Çin çox güman ki, İranla bağlı hər hansı bir güzəştlərə də gedir Amerikaya. Və hətta bir məsələdə yadımdan çıxdı, orada qeyd edeyim ki, Çin tərəfi elan eləmişdi, amma bu Trump'ın sözündən artıq ki, İrana hər hansı bir silah-sursat verməyəcək. Murad bəy, bir də Donald Trump'ın süni intellektlə hazırlanmış fotosu var. Həmin o Truth Social şəbəkə hesabında və bu deməkdir ki, hər an o düymə basıla bilər. Böyük ehtimalla nüvə silahı ilə bağlı tapşırığın verilməsindən söhbət gedir.
Donald Trump da bilir ki dünyanın hazırda ən böyük qorxusu nüvə silahından istifadədir. Və dəfələrlə bununla bağlı İranı da təhdid edib, açıq olması da sivilizasiyalar məhv olacaq şəklində deməsi ilə. İndi də sosial şəbəkələr üzərindən özünün belə bir fotosunu paylaşıb. Yəni, nüvə silahından istifadə nə dərəcədə realdır və yaxud da deyək ki, Donald Trump bu fotonu paylaşmaq gərəyi niyə duyub? Nüvə silahına istifadə eləmək sıfıra bərabərdir ehtimal və bu şəkil sadəcə olaraq təhdidlə bağlıdır. İranı təhdid edirlər ki, və bundan da əlavə deyim ki, haradasa bir saat yarım bundan əvvəl yeni şəkil paylaşılıb. Orada göstərilir İran xəritəsi və ətraf dövlətlərin ərazisindən onlara hücum istiqaməti ilə bağlı işarələr göstərilir. Və çox güman ki, biz Donald Trump'ın bu taktikasını izləmişik. Hər zaman danışıqlar çətin vəziyyətə girəndə biz görürük ki, Donald Trump tərəfindən müxtəlif təhdidlər olur. Yadınızdadır, elektrik stansiyaları məhv eləyəcək, körpüləri məhv eləyəcək və s. təhdidlər var idi. Çox güman ki, bu indiki mərhələdə son şans kimi İran tərəfinə bunu qeyd edir. Yəqin ki, Amerika Birləşmiş Ştatları bilir ki, İranın daxilində müxtəlif fikirlər var. Var ABŞ-la heç bir güzəştə getməmək və müharibəni davam eləmək. Var mövqe ki, ABŞ-la müəyyən razılaşmaya gedib, məsəl üçün nüvə silahından imtina eləyib, ölkəni saxlamaq, ölkə üçün o sanksiyaları aradan qaldırmaq və s. Çox güman ki, bax, bu cür təhdidlər o daxildə olan qrupların müəyyən qruplara dəstək formasında, yəni onların mövqeyini gücləndirmək üçün səsləndirilən və yaxud elan olunan bir məlumatlardır. Murad bəy, ümumiyyətlə Donald Trump'ın bu fikirləri, bu paylaşımları ciddiyə alınırmı? Deyək ki, İran daxildə də narahatlıq duyurmu ki, hər an o düyməyə basıla bilər. Bu düyməyə basacaq şəxslər sırasında biz adətən Vladimir Putinin adını çəkildiyini görürdük müharibənin ilk vaxtlarında. Şimali Koreya ilə bağlı belə bir narahatlıq var. Kim Çen-ının hər zaman belə bir addım atacağı ilə bağlı proqnozlar vermək mümkündür. Amma Donald Trump necə? Yəni İran nə dərəcədə onu ciddiyə alır? İran tərəfinə baxanda. İran tərəfi əlbəttə ki, bu nüvə silahının istifadə olunması, yenə də deyirəm, bu istər İran tərəfindən, istər müxtəlif siyasətçilər tərəfindən qəbul olunmazdır və Donald Trump'ın bu şəklinin məhz o ilə bağlı olmasını heç kəs inanmır. Amma İran tərəfi başa düşür ki, başqa zərbələr ola bilər. Ona görə ki, regionda kifayət qədər qüvvələr toplanıb. Hətta müharibədən əvvəl olan qüvvələrdən də sayca çoxdur və zərbə endirmə imkanlarına malik olan baxımdan da artıqdır. Sadəcə olaraq o adi silahlardan, yəni konvensional silahlar vasitəsilə İrana elə zərbələr endirmək olar ki, heç nüvə silahına ehtiyac yoxdur. Yəni hesab edirsiniz ki, zərbələrin daha dağıdıcı olma ehtimalları var nüvə silahına. Əlbəttə ki, var. Amma bu vaxta qədər axı o zərbələr endirilirdi. Onsuz da hətta müharibənin ilk günlərində daha sarsıdıcı zərbələr idi. Amma İran geri çəkilmədi. İndi baxın, gəlin biraz təhlil eləyək. Bu vaxta qədər 15.000 hədəf vurulub İranda. 15.000 hədəf ABŞ-ın mərkəzi komandanlığın dediyinə görə haradasa onların müəyyən elədiyi hədəflərin 70%-ni əldə edib. İndi isə bu bir ay boşluq vaxtı, atəşkəs vaxtı çox Amerika Birləşmiş Ştatları kifayət qədər öz mövqeylərini hərbi silah, sursat baxımından gücləndirib, yəni təzəliyib. Bu bir. İkincisi, zəif nöqtələri aradan götürülüb, Körfəz ölkələrində olan hava hücumundan müdafiə sistemləri gücləndirib. Biz bu yaxınlarda məlumat aldıq ki, hətta İsrail öz dəmir kupol deyilən o sistemini Birləşmiş Ərəb Əmirliklərinə verib və s. Bu baxımdan indi baxın, gücləndirilmiş gücü ilə qalan 30% hədəflərə vursa, bunun zərbələrin nəticəsi nə olacaq? Çox vaxtı insanlar deyirlər ki, bu zərbələr vuruldu, amma nəticə olmadı. Amma dəqiq onu araşdırıb demirlər. Ona görə ki, biz baxsaq nələr görülüb, hansı işlər görülüb orada. Xüsusi olaraq nüvə proqramı ilə bağlı olan demək olar ki, bütün müəssisələr, o nüvə proqramında çalışan müxtəlif zavod və fabriklər, hətta elmi bazalara hamısına zərbələr endirilib. Raket proqramı ilə bağlı
bəli, deyirlər ki, raketlər dağın içindədir və s. Bəli, hazır olan raketlər dağın içindədir. Amma o raketləri istehsal eləmək üçün yüzlərlə müəssisələr var ki, onlar çöldədir və onların hamısına zərbələr endirilib. Və İran qısa müddətdə bərpa eləmək imkanına malik deyil bunları və s. Bu baxımdan hesab edirəm ki, bu səfərki zərbələr, əgər hədəflərin sayı azdırsa, qüvvələr də çoxdur, daha da sarsıdıcı olacaq İran rejimi üçün. Bir məsələ də var, Xameneyi ilə bağlı açıqlama verilib ki, İranda verilən bütün qərarlar Xameneyinin nəzarəti altında icra olunur, qərar verilir və Müştəbə Xameneyi ilə bağlı düzdür artıq sağ olduğuna dair daha çox fikirlər səsləndirilir, amma hələ də biz onun sağ olduğuna dair bir addım görməmişik, əlamət görməmişik. Deyək ki, özü canlı şəkildə danışmayıb və yaxud da səs yazısı yayımlanmayıb. Bu fonda Müştəbə Xameneyi ilə bütün bu proseslər danışılır, koordinasiyalı şəkildə icra olunur fikirlərinə istinad eləsək, bugün qərarı təkcə Sepah mı verir, yoxsa doğrudan da Müştəbə Xameneyinin də mövqeyini nəzərə alırlar burada? Bilirsiniz, məsələn, Amerika Birləşmiş Ştatları qərarları verəndə heç kəs şübhə eləmir ki, bunu Donald Trump verir. Niyə? Ona görə biz Donald Trump'ı görürük, onun özünün canlı çıxışlarını eşidirik və s. İranla bağlı isə biz hansısa bir ayrı-ayrı insanların səsləndirdiyi fikirləri eşidirik. Əgər bugünkü zamanda, belə bir ağır durumda, mən düşünürəm, İranın dini liderinin hansısa bir imkanları olsaydı çıxış eləmək və yaxud səs yazısını vermək, düşünürəm ki, İran rejimi bunu çoxdan səsləndirərdi. Orada həddindən artıq vəziyyət çox ciddidir və bu baxımda mən düşünmürəm ki, ola səsləndirdiyi kimidir. Amma ümumiyyətlə İrandakı bir son vəziyyəti, bugünkü idarə etməni, bu danışıqlara təsiri və s. çox güman ki, İranın Sepahı rəhbərliyi eləyən generallar həyata keçirilir. Ona görə ki, bu siyasətin aqressivliyindən də bu görsənilir. Hətta biz vaxtilə İranın Xarici İşlər Nazirliyindən, Araqçı tərəfindən yumşaq bəyanatlar eşidəndə biz Sepah tərəfindən açıq bəyanatlar, təhdidlər gəlir. Ona görə düşünürəm ki, bugünkü nəzarəti İranda məhz Sepahı rəhbərliyi eləyən qüvvələrin nəzarətindədir.